Salam əziz həmkarlar, ABC Akademiya sınaq 1. İnsanın döş qəfəsinə bilavasitə birləşən sümük. Döş qəfəsinə bilavasitə birləşən sümük körpücük. Döş qəfəsi deyir, döş sümüyü yox. Deməli, döş qəfəsinə 2 dənə gəlir körpücük birləşir. Bir dənə yuxarıdan 7-ci boyun fəqərəsi, bir dənə də 1-ci bel fəqərəsi. Məndən yanlışı soruşur. Qarışıq sümük ola bilər, düzdür, boyun və bel. Qurşaq skeletinə aid ola bilər, düzdür, körpücük. Tək sümük ola bilər, düzdür, boyun və bel. Cüt sümük ola bilər, düzdür, körpücük. Yassı sümük ola bilər, səhv variantdır, Y bəndi. Verilmiş şəklə əsasən düzgün, doğru fikirləri seçin. Aha, baxaq, bizdən nəyi soruşur? Deyir, ikinci vəzi insanın bədənində sayca ən çox olan vəzidir. İkinci vəzi qalxana bənzər ətraf vəziləridir, say 4 ədəddir. Sayca ən çox olan, məsələn, tər vəziləri var, ağız suyu vəziləri var, ona görə bir səhvdir. Daxili sekresiya desəydi, hə, götürərdim, amma ümumi dediyi üçün götürə bilmirəm. Dördüncü vəzi qanda glikozanın miqdarını tənzimləyir. Dördüncü vəzi adrenalindir ki, bəli, bu qanda glikozanın tənzimlənməsində iştirak eləyir. Deməli, 2 düzdür. Beşinci vəzi həzm kanalında karbohidrat mübadiləsində iştirak eləyir. Beşinci vəzi nədir bu? Mədə-altı vəzidir. Bəli, bu da karbohidrat mübadiləsində iştirak eləyir. Birinci vəzi timozin hormonu ifraz eləyir. Birinci vəzi qalxana bənzər vəzidir ki, o timozin yox. Timozini timus vəzi, üçüncü vəzi sintez eləyəcək. Deməli, 4 də buradan səhvdir. Üçüncü vəzi vaxtından əvvəl cinsiyyət vəzilərinin inkişafının qarşısını alır, doğrudur. Deməli, oldu 2, 3, 5, D bəndi. Aha, deyir, cədvələ əsasən X-in yerinə yazıla bilər. Bax, skelet hissəsi X, birləşmə əmələ gətirdiyi sümük yalnız onurğa sütunu, yəni yalnız onurğa sütunu ilə birləşmə əmələ gəlsin. Yuxarı ətraf skeleti ümumi yuxarı ətraf skeletindən qurşaq döş sümüyünə birləşir. Yəni bu səhvdir, götürməyəcəm. Daha sonra kəllə skeleti də bəli, doğrudur, birinci boyun fəqərəsinə birləşir. 2. Döş qəfəsi. Döş qəfəsinə 2 dənə də körpücük birləşir. Bu onurğa sütunu deyil, 3-ü də götürməyəcəm. Aşağı ətraf skeleti ümumi skelet deyil. Məsələn, çanaqla olma birləşmə əmələ gətirir, düzdür, yalnız onurğa sütunudur. 12-ci cüt qabırğalar, bəli, bu da doğrudur, yalnız onurğa sütunu ilə birləşmə əmələ gətirirlər. Yəni 12-ci cüt qabırğa sərbəst qabırğalardır ki, arxadan döş fəqərəsinə birləşir, önü sərbəstdir. Yəni bu da doğrudur. Deməli oldu 2, 4, 5, C bəndi. Bir DNT molekulunun əmələ gəlməsi zamanı ayrılan su molekulları cəmi 4980 proton var. 4980-i tez bölürsüz 10-a, tapırsınız ki, burada 498 mol su var. Mən də nukleiti tapmaq üçün N-2 molekul deyir. 498, N də bərabərdir 500. Deməli, mənim 500 nukleitidim var. İndi deyir, bu molekulda 3 qat hidrogen rabitələrin sayı 2 qat hidrogen rabitənin sayından 4 dəfə çoxdur. Aha, siz bilirsiniz ki, 3 qatın sayı 2 qatdan. Bax, adeninlə timin 2 qatdır, guaninlə sitozin 3 qatdır. İndi deyir, 3 qat hidrogen rabitənin sayı, hər ikisinin ikisindən işarə eləyirəm. Sayı 2 qat hidrogen rabitənin sayından 4 dəfə çoxdur. Yəni, adeninlə timində 2 qat x-dirsə, 4x olur guaninlə sitozin. X üstə gələk 4x bərabərdir aldığım nukleotit sayı 500. 5x bərabərdir 500, x də bərabərdir 100. Tapıram ki, burada 100 dənə adeninlə timin var, 400 dənə də guaninlə sitozin var. Bunu bildin. İndi sənə nə deyir? Deyir ki, bu molekulda maksimum neçə nukleotit 4 rabitənin əmələ gəlməsində iştirak eləyir. Baxın, həmkarlar, zəncirin əvvəlində və sonunda adeninlə timin gələrsə 3 rabitədir. Zəncirin ortasında gələrsə 4 rabitədir. Guanin və sitozin zəncirin əvvəlində gələndə 4 rabitədir, ortada gələndə 5 rabitədir. İndi sənə maksimum dediyi üçün adeninlə timin zəncirin ortasında yerləşməlidir ki, maksimum rabitə əmələ gətirsin, yəni 4 rabitə. İndi adeninlə timinin sayı nə qədər oldu? 100 dənə. Deməli 100 dənə budur. Və sənin 400 dənə guaninlə sitozinin var.
Zəncirin əvvəli də deməli guaninlə sitozindən başlayır, sonu da guaninlə sitozindən bitir. Neçə dənə? 1, 2, 3, 4. 4 dənə də guaninlə sitozinin var. Bunu da toplayırsan, cəmi 104 dənə nukleotid 4 rabitənin əmələ gəlməsində iştirak elədi. Çünki yerdə qalan guaninlə sitozin zəncirin ortasına düşür, ortasında da 5 rabitə əmələ gətirir. Ona görə götürə bilmərəm. Yəni maksimum dediyi üçün adeninlə timinin hamısını ortaya verdim ki, hamısı 4 rabitə əmələ gətirsin. Guaninlə sitozinin 4'ü ikisini verdim başa, ikisini verdim sona, qalanda verdim ortaya. 4 rabitə də dediyi üçün 100 dənə adeninlə timin, 4 dənə də guanin və sitozin. Bu deyir 104. Y bəndi. Perm geoloji dövrdə meydana çıxmışdır. Bunu əzbər bilməlisiniz. İlk məməli, boğulmaya, qılçıbaq, örtümlü, bax, yırtıcı dişli sürünənlər. Uyğunluğu müəyyən edin. Gəlin uyğunluğu müəyyən edək. Bazının bükücü əzələsi bu iki başlıdır. 1'ə A. Sonra 1'ə A. Bazının atıcı əzələsi bu 3 başlıdır. 2'yə B. Budun atıcı əzələsi bu 4 başlıdır. C. Budun bükücü əzələsi 2 başlıdır. 1'ə A D, 2'yə B, 3'ə C. Bu da olur A bəndi. Ayağımıza tikan batan zaman dərhal ayağımızı geri çəkirik. Nəticədə əmələ gələn ağrını nə zaman hiss edirik? Əlbəttə ki, impuls mərkəzi sinir sistemindən keçəndə mən bunu hiss eləyəcəm. D bəndi. İnsan refleksin 4-cü hissəsini əmələ gətirən neyron, bax, 1-ci hissəsi reseptor sahə, 2 hissi, 3 mərkəz, 4-cü hərəki. Bunu bildim. Əmələ gətirən neyron, ağ maddənin əmələ gəlməsində iştirak eləyir, aksonları, bəli. Sinirlərin əmələ gəlməsində iştirak eləyir, bəli. Mərkəzdən kənar uzun çıxıntısı var. İmpulsları bilavasitə hissi neyrondan ala bilər, bəli. Sadə refleksi də ala bilir. Sinir impulsunu bir istiqamətdə ötürür, bəli. Deməli, hamısı da aiddir. Y variantı. Verilən fikirlərdən hansı yanlışdır? Bir aylıq Rüşeymdə 2 kameralı ürək olur. Doğrudur. 6 həftəlik Rüşeymdə çoxlu süd vəzsi olur. Doğrudur. Bir aylıq Rüşeym kloakaya malik olur. Doğrudur. Bütün orqanizmlərin inkişafı ziqotdan başlayır. Səhvdir. Erkək arıları mayalanmamış yumurta hüceyrədən başlanğıc götürür. Bir aylıq Rüşeymin qovuqçuqlardan ibarət baş beyni olur, doğrudur. Deməli, 9'da oldu, D bəndi. Hansı variant doğrudur? Bizdən doğrunu soruşur. Gəlin baxaq. Aha, börəkli vəzin hormonları qanda qlikozanın miqdarını azaldır. Azaldır, yox, artırır. Səhvdir. Qalxana bənzər vəzin hormonu infeksiyon xəstəliklərə qarşı müqaməti azaldır, yox, artırır. Timus vəzsi tireoksin, yox, timozin hormonu sintez edir. Hipofiz, yox, epifiz bioloji saat rolunu oynayır. Çəngələ bənzər vəzi hormonu vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır. Doğrudur, timus vəzsi. Doğru ifadələri seçin. Yassı insanın gövdə skeleti. Yassı sümüklə birləşmə əmələ gətirir. Gövdə skeletinə 2 dənə birləşir körpücük, 2 dənə çanaq, bir də yuxarıdan ənsə. Çanaqla ənsə yastıdır. Deməli, bir düzdür. Oynağın əmələ gəlməsində iştirak eləyir. Doğrudur. Məsələn, ənsə ilə birinci boyun fəqərəsi birləşib oynaq əmələ gətirir. Bu da gəlir çanaq, amma gövdəyə aid deyil. Düzdür, elə bir dənə ənsə ilə birləşmə. 2 də doğrudur. Bu da olmaya birləşir ki, o da oynağın əmələ gəlməsində iştirak eləyir. Doğrudur. Quruluş da 3 növ sümükdən təşkil olunub. İnsanın gövdə skeletində məsələn aiddir qabırğalar, döş fəqərələri, bir də döş sümüyü. Döş fəqərələri qarışıq, döş sümüyü ilə qabırğalar yasdı. 3 növ yox, 2 növ sümükdən təşkil olunub. 3 səhvdir. Hərəkətsiz birləşmə ələ gətirir, əlbəttə ki, düzdür. Qarışıq sümüklə birləşmə ələ gətirir, gövdəyə gəlir 2 dənə körpücük birləşir ki, o da qarışıqdır. Deməli, aiddir 1, 2, 4, 5. A variantı. Periferik sinir sisteminin əmələ gəlməsində rol oynayır. Mərkəzdən kənarda olan hissi neyron aksonu, bəli. Hərəki neyronun cismi mərkəzdədir. Ara neyron aksonu mərkəzdədir. Hərəki neyronun dendriti mərkəzdədir. Hissi neyronun cismi, bəli. Hərəki neyronun aksonu, bəli. Hissi neyronun dendriti, bəli. Deməli oldu 1, 5, 6, 7. A variantı. Yanlış ifadəni müəyyən edin. İnsanda sümüklər dayaq hərəkət aparatının pasiv əzələ aktivdir. 4
toxuma qan qrupu var, düzdür. Bütün daxili orqan 4 toxuma qrupu var, düzdür. Bütün daxili orqanlar saya yox. Məsələn, ürək enə zolaq əzələdən təşkil olunub. Dil, damaq, udulaq, qırtlaq enə zolaq əzələdir, C bəndi. Ürək əzələsi ritmik hərəkət edir, düzdür. Mimik əzələlər iradidir, düzdür. Deməli 13-də də oldu C variantı. 14. İnsan skeletində hansı fikirlər doğrudur? İnsanın kəllə skeletində hər üç növ sümük birləşməsi yarım hərəkətli yoxdur deyə götürə bilmərəm. İnsanda gövdə skeleti iki cür sümük iliyi olan sümüklə birləşmə əmələ gətirir. İki cür sümük iliyi sərbəst ətraflarımdır. Məsələn, bazı gəlir kürəyə birləşir, gövdə deyil. Sonra bud gəlir çanağa birləşir, o da gövdə deyil. Yəni ona görə onu da götürməyəcəm. Daha sonra yuxarı ətraf skeleti qarışıq sümüklə birləşmə əmələ gətirir. Yuxarı ətraf skeleti həm kürək, həm körpücük, həm yuxarı ətraflarım qarışıq sümüklə yox, bir dənə körpücük gəlir, döşə birləşir ki, o da yastı sümükdür. Yuxarı ətraf skeletində quruluşsa bütün növ sümüklərə rast gəlinir. Məsələn, ətraflarım borlu sümükdür, əldarağı, ayaqdarağı, yəni əldarağı da yuxarı deyir. Falanqalar qısa sümükdür, sonra kürək yastı sümükdür, körpücük qarışıq sümükdür. Bəli, rast gəlindi. Gövdə skeletində bir sümüklə birləşmə əmələ gətirən sümüklər. Gövdədə cəmi 5 dənə sümük bir sümüklə birləşmə əmələ gətirir. Bir dənə sonuncu büzdüm, o qarışıqdır. 4 dənə də sərbəst qabırğa, o da yastıdır. Deməli 4, 5, C variantı. İnsanın gövdə əzələlərinə aiddir. Bax, indi sizdən gövdə əzələlərini deyir. Arxanın açıcı əzələsi. Bax, dördbaşlı əzələ yox. Daha sonra üçbaşlı əzələ də yox. Böyük döş əzələsidir, qarın əzələsidir, bir də arxanın açıcı əzələsidir. Yəni bunlar aiddir gövdə əzələsinə. Y variantı. Sinir toxumasının müəyyən sahəsində aksonun sayı 120 ədəd olarsa, bu sahədə qidalanmaya xidmət göstərən peyk hüceyrələrdir. Bu da 10 dəfə çox. Bu da eləyir 1200. Mərkəzi sinir sistemindən çıxan sinirlərin sayı M bərabərdir. 31 cüt 62 ədəd onurğa beyni, 12 cüt 24 ədəd də baş beyni. Bu da eləyir 86. Onurğa beynindən çıxan sinirlərin cəmi. Sən 62-ni tapmalısan. Əlbəttə ki, 86-dan baş beyni çıxsan. Yəni 24-ü çıxsan. Y bəndi. Burada nə deyir? Cədvələ əsasən onurğa sütununun bəzi şöbələrinə aid fəqərələrin xüsusiyyətləri verilmişdir. Birləşmə əmələ gətirir 4-dür. Gövdədən kənar birləşmə əmələ gətirir pilus. Bunu götürəcəm oma. Gövdədən kənar çanaqla birləşir. Birləşmə əmələ gətirir 2. Gövdədən kənar varsa bunu götürə bilərəm boyun. Çünki boyun ənsə ilə birləşir. Birləşmə əmələ gətirir 4. Gövdədən kənarı yoxdur. Bunu da götürə bilərəm döş. Döş fəqərələri də, yəni. İndi deyir, hansı ifadə doğru? Döş sümüyü yox, sümük kənar var. Döş fəqərələri. Yəni, bunu qarışdırmayın. İndi mənə nə deyir? Hansı ifadə doğrudur? Z fəqərələri döş, lordozun əmələ gəlməsində iştirak edir. Səhvdir. B, boyun bel lordozdur. X fəqərələri döş qəfəsinə aid sümükdür. İkos olmadı, səhvdir. Y fəqərəsinin aid olduğu şöbədə cəmi 5 fəqərə olur. Y boyundur, 7 fəqərə var. X fəqərəsi qabırğalarla birləşmə əmələ gətirir. Oma qabırğa ilə birləşmə əmələ gətirmir. Y fəqərəsi lordozun əmələ gəlməsində boyun və bel lordozun əmələ gəlməsində iştirak eləyir. Y variantı. 19. Deyir ki, cədvələ əsasən uyğunluğu müəyyən sümük 1, uzun borlu sümükdür, bir də qısadır. Mənə uzun borlu sümük ətraflar olacaq da. Məsələn, buradan D sümüyü, birə aiddir D, yəni bud sümüyü. Sonra bax, çanaq sümüyü yastı sümükdür. Yəni, bu 2-yə aiddir A. Gəlin, bir belə yazaq. Sonra barmaq falanqaları qısa sümükdür. 3-ə aiddir B. Boyun fəqərəsi qarışıq sümükdür, yoxdur. Bud sümüyü uzun borludur. Əl darağı sümüyü də qısadır. 1-ə D, 2-ə, 3-ə B, Y. Bu da eləyir A variantı. Doğru ifadəni müəyyən edin. İnsanın yuxarı ətraf skeleti, yuxarı ətraf, yastı sümüklə birləşmə əmələ gətirir. Məsələn, körpücük gəlir, döşə birləşir, döş yastıdır, düzdür. Cüt sümüklə birləşmə əmələ gətirir, döş təhdir.
Yuxarı ətraf deyəndə ümumi qurşaqla sərbəsti bir yerdə götürürsüz. Qarışıq sümüklə birləşmə əmələ gətirir. Səhvdir. Tək sümük döşlə birləşmə əmələ gətirir. Düzdür. 1, 4. D variantı. Refleks qövsünün 3-cü hissəsində 3-cü hissə mərkəzdir. Maksimum dediyi üçün mürəkkəbi götürəsən. Neçə növ neyronun dendriti. Hissə neyronun aksonu girir, ara neyronun dendriti olur, bir də hər iki neyronun dendriti olur, yəni 2 növ. İnsanın onurğası sütunu bilavasitə neçə ətraf sümük ilə birləşir? Onurğa sütununa gəlir 2 dənə nə birləşir? Bud birləşir. Yəni C bəndə ətraf sümüyü deyir ha. Bud deyəndə yəni çanaq sümüyü birləşirdi ona görə. Verilən fikirlərdən hansı doğrudur? Xarici sekresiya vəziləri bədən boşluğuna maye ifraz edə bilər. Bu düzdür. Yəni edə bilir. İnsanda qarışıq sekresiya vəziləri heç bir bədən boşluğunda yerləşməyə bilər, kişilərdə toxumluq düzdür. 5 növ daxili sekresiya vəzisi heç bir bədən boşluğunda yerləşmir. 5 növ yox, 5 ədəd olmalıydı. 4 dənə qalxana bənzər ətraf, 1 dənə qalxana bənzər. 5 növ yox, 2 növ 5 ədəd. 3 səhvdir. Qadınlarda daxili sekresiya vəzilərinin növ sayı kişilərdən artıq ola bilər, düzdür. Sarı cisimdən cift əmələ gəlir. Deməli 1, 2, 4. İnsanda onurğa sütunun neçə şöbəsinə aid olan fəqərələr onurğadan kənar boyundur, ənsə ilə birləşir. Daha sonra boyun gəlir ənsə ilə birləşir. Sonra gövdədən kənar deyir ha. Onurğadan kənar hə. Sonra döş fəqərələri onurğadan kənar qabırğalarla birləşir. Qabırğa gövdə skeletidir, amma onurğa sütununa aid deyil də. Bir də olmada gəlir, çanaq sümüyü ilə birləşir. 3 dənə. 3 dənə nəyində? Yəni 3 şöbəsində. Fikirlərdən neçəsi doğrudur? Sinirlər neyronlardan uzundur. Sinir neyronun bir hissəsidir. Uzun deyil, səhvdir. Sinirlərin əmələ gəlməsində 3 növ neyron yox, mərkəzdən kənarda yerləşən hissə hərəki səhvdir. Neyronların növ sayı 3, hissə hərəki ara. Sinirin növ sayı hissə hərəki qarışıq bərabərdir, düzdür. Ara neyron işçi neyronla əlaqəli ola bilər, səhvdir. 2 növ neyron yox, 1 növ neyron ətraf mühitlə əlaqəli olur. Deməli, bir dənə fikir burada doğrudur. Yanlış fikri müəyyən edin. Qalxana bənzər vəzin hiperfunksiyası nəticəsində meydana gəlir bazedov. Bazedov zamanı ürək döyünməsi artır, maddələrin mübadiləsi güclənir, qan təzyiqi artır, gözlər bərəlir. Ürək döyüntü artırsa, tisiklə sərf olunan zaman artmalı yox, azalmalıdır. Y bəndi burada yanlışdır. Deyir, sümüklərin üzərinə düşən yükün miqdarı ilə sümük nə qədər ağır yük düşərsə, bir o qədər sümük maddəsi təzələnər. C variantı. İnsanda yuxarı ətraf qurşaq skeleti ev tində olduğu kimi olsaydı, ev yalnız kürək sümüyü olsaydı, yəni onda körpücük olmayacaqdı. Deyir, bu şöbə bilavasitə neçə sümüklə birləşədir, elə kürəyə gəlib birləşən 2 ədəd bazu. C bəndi. Doğru fikri tamamlayın. 2 növ sümüyü olan sümüklər yuxarı və aşağı ətrafların skeletidir. Gövdə skeleti ilə birləşir, səhvdir. Qarışıq sümüklərə aid ola bilər, uzun boylu sümükdür. Qurşaq skeletinə aiddir, uzun boyludur. Sonra yəni sərbəstdir. Gövdə skeleti deyil, yassı sümüklə birləşmə əmələ gətirir, düzdür. Bu çanağa, bazu kürəyə, çanaq da kürəkdə yastıdır. X plus Y ifadəsini tapın. Yuxarı ətrafın qurşaq hissəsinə birləşən sümüklərin sayı 2 dənə burada bazuya, 2 dənə bazu birləşir kürəyə, bir dənə də körpücüyə döş sümüyü, cəmi 3 dənə. Sait nahiyəsinə aid olan sümük, sait də mil və dirsək. 2 dənə qolum var deyə 4 dənə də bu. Cəmi eləyir 7. Mərkəzi sinir sisteminin boz maddəsində əmələ gəlmədə iştirak eləyir. Hissi neyron aksonu səhvdir. Sonra əmələ gəlməsində iştirak edir. Deməli, mərkəzi sinir sisteminin boz maddəsində, bax, mərkəzinin boz maddəsi deyir, həmkarlar. Hissi neyron aksonu ağ maddədir. Sinir düyünü mərkəzdən kənar yerləşir. Çünki əmələ gətirir hissi neyronun cisimləri. Mərkəzə daxil ola bilmədiyi üçün bu da deyil. Ara neyronun dendriti 3. Hərəki neyronun cismi 4, mərkəzin içərisindədir. Ara neyronun cismi 5, hərəki neyronun dendriti 6, 3, 4, 5, 6. Ümumi səndən sinir mərkəzini verməsəydi, sinir sisteminin boz maddəsi desəydi, sinir düyünün götürürsən. Amma mərkəzi desə, sinir düyünü mərkəzə daxil olmur, mərkəzdən kənardadır. İnsanın orqanizmində hər birində bir ədəd olmaqla qaraciyər hüceyrəsi, yumurta hüceyrəsi və saya əzələ hüceyrəsi
Xromosom, bax qaraciyər çoxdur. Yəni çox nüvəlidir. Bir böyükdür, sayazələdə somatikdir 3, yumurta ciyərdə qametdir 2. 1 3 2 A bəndi. Yəni burada diqqətli olun. İnsanın kəllə skeletində oynaqların əmələ gəlməsində neçə ədəd qarışıq kəllə skeletində var, ənsə ilə belə deyək, boyun fəqərəsi birləşib oynaq əmələ gətirir. Bir dənə o qarışıqdır. Alt çənə ilə də gicgahlar birləşir, oynaq əmələ gətirir. Bir dənə də alt çənə qarışıqdır. Yəni burada gicgah da ənsədir, bunlar yassı sümükdür. Deməli, cəmi 2 dənə qarışıq sümük oynağın əmələ gəlməsində iştirak eləyir. İnsanın qarın boşluğunda yerləşən vəzilərin hazırladığı hormondur. İnsulin mədə-altı vəzidir. Tireoksin qalxana bənzər vəzidə heç bir boşluqda yerləşmir. Timozin timus vəzidi döş boşluğunda yerləşir. Adrenalin böyrək üstü vəzidi düzdür. Melatonin epifizi kəllə boşluğunda yerləşir. Glikagon düzdür mədə-altı vəzi 1 4 6 B bəndi. Əgər qabırğa döş fəqərəsinə birləşibsə, bax, bütün döş fəqərəsi deyir. Üzən də, yalancı da, həqiqi qabırğa da, üçü də döş fəqərəsinə birləşir, Y bəndi. Cədvələ əsasən doğru bəndi müəyyən edin. A. Simpatik sinirlər qan damarını daraldır, göz bəbəyini genəldir. Göz bəbəyini daraldır, bu səhv bir fikirdir. Ürək döyüntülərini artır, simpatik doğrudur, amma burada yanlış verib deyə götürməyəcəm. Beyin kötüyündən çıxır, simpatik döşlə beldən çıxır, səhv fikirdir. Qan damarlarını daraldır, doğrudur, elə doğruya da verib, D bəndi. Onurğa beyindən çıxan sinirlərin növ sayı K bərabərdir 1. Yəni bir növ qarışıqdır. Sinir sayı 31 cüt 62 ədəd. Köklərin sayı hər bir sinirin 2 kökü olduğu üçün 62-ni vurursan 2-yə, bu da eləyir 124. Z böyükdür F-dən, F də böyükdür K-dan. Bu da eləyir D bəndi. İnsanda aşağıdakı hormonlardan hansı qanda olan maddələrin miqdarını azaldır? Maddələrin miqdarı deyir. İnsulin qanda şəkərin miqdarını azaldır 2. Kalsitonin də qanda kalsiumun miqdarını azaldır, sümüyə verir. Paratormon sümükdə azalma aparır, qanda yox. Ona görə 2-3C variantı. Uyğunluğu müəyyən edin. Aha. Burada baxın X döş sümüyüdür, Y bazodur, Z də fəqərələrdir. İndi məndən nəyi soruşur? Gələk bunu bax belə eləyək, buradan tapaq. Deməli bir baxaq. 39 deyir ki, ya birinci buradan X-ə baxaq. Bax, X oldu döş sümüyü, X yassı sümükdür, A bəndi. Döş qəfəsini dərindən nəfəs vermə vəziyyətində möhkəm sarımaq. O qabırğaların üzərinə də gedir. Elə bu qabırğa götürsəm, hə, düzdür. Çünki həm döş sümüyünə üzərinə gedir, həm qabırğaya. Qabırğa da yassı sümükdür. X-ə bir götürə bilərəm. Sonra Y-ə baxaq. Y bazodur, bazo uzun boylu sümükdür, yəni C-dir. Z-də Z aiddir onurğa fəqərləri, o da qarışıq sümükdür, D-dir. İndi buradan beləsini düzək. Döş qəfəsini dərindən nəfəs alma vəziyyətində sarımaq 5-1-nə aid deyil. Gövdəyə sarımaq, mən gövdəyə sarıya bilərəm bazonu 3. Arxası üstə uzatmaq, bu kəllə sınanda arxası üstə uzadırlar, 4 aid deyil. Sarğı ilə bərk sarımaq, soyuq bir əşya qoymaq, bu da burxulma çıxıqsa da olur, bu da aid deyil, yəni burxulma zamanı olur. Şina qoymaq, bu da bazuya aiddir, 6. Üzü üstə uzatmaq, hərəkətsizlik təmin etmək, bu da onurğa sütununa aiddir, 7. Deməli, ikisi aiddir A1, Y aiddir C3, 6, Z da aiddir D7. Bu da eləyir Y variantı. Verilən orqanlara gələn sinirlərlə bağlı doğru cavabı müəyyən edin. Ürək, onurğa beynin döş şöbəsindən simpatik gəlir, olmadan yox beyin kötüyündən parasimpatik çıxmalıdır. Böyrək, onurğa beynin böl şöbəsi, onurğa beynin oma şöbəsi səhvdir. Yumurtalıq, onurğa beynin oma şöbəsi, simpatik omada mərkəzi yoxdur. Göz, onurğa beynin döş şöbəsindən gəlir, yəni simpatik düzdür. Beyin kötüyündən də parasimpatik bəndi. Mədə beyin kötüyü, simpatikin mərkəzi beyin kötüyündə deyil. Ümumiyyətlə simpatikin mərkəzi yerləşir döşlə beldə, parasimpatik yerləşir beyin kötüyü ilə olmada. Deməli oldu burada D variantı.